Salam, bu videoda Hay-Hay əsrdəki məktəblərin yaranma tarifinə bizim gözümüzdən baxacaqsınız. Əhalini ruslaşdırmaq, imperiyaya sadiq məmurlar yetişdirmək, imperiyanın maraqlarına uyğun təhsil sistemi yaratmaq bunlar Rusiyanın mədəniyyət və maarifçilik siyasətində başlıca məqsədləri idi. Bunun nəticəsində isə 1830-cu ildə ilk dəfə Şuşada Qəza məktəbi açdı. Sonra isə Bakıda 1865-ci ildə ilk gimnaziya, 1874-cü ildə isə Qızlar Gimnaziyası açıldı, lakin bu məktəblər ödənişli idi. Hay-Hay əsrin sonları, əsrin əvvəllərində isə üsuli cədid məktəbləri yaranmışdır. Üsuli cədid məktəblərində dərslər ana dilində keçirilir, rus dili müstəqil fənn kimi tədris edilirdi. Əlifba təlimi yeni üsulla aparılırdı. Tarixlər 1887-ci ili göstərəndə Bakıda ilk dəfə Rus-Azərbaycan məktəbi açıldı. Buranın açılışında Məcid Qənizadə və Həbib bəy Məhmudov iştirak etmişdir. 1876-cı ildə Tiflisdə Qori seminariyası açıldı, 3 il sonra isə Azərbaycan şöbəsi açıldı. Bu günlük bu qədər. Digər videolarda görüşmək ümidi ilə.